Sual 196. Uzunluğu 2500 kilometr olan çayın mənbəyi el məntəqəsində. Çayın mənbəyi burada yerləşdi. Mənsəbi isə M məntəqəsində yerləşdi. Baxırıq relyef formasına, görürük ki, relyef forması nədir? Horizontallar verilib və bir ştrixə kənara doğru çəkib deyə deməli dağ relyef formasıdır. El məntəqəsi dağın yuxarısından gələn çay dağın ətəyinə doğru nə edir? Axır. Və çayımızın uzunluğu verilib bizə. 2500 kilometr uzunluq verilib. El məntəqəsindən başlayıb mənsəbi M məntəqəsidir. M və F məntəqəsi arasındakı atmosfer təzyiqi 75 civə sütundur. Burada M və F məntəqəsidir. Bir horizontal, bir boşluğumuz var. Yəni iki horizontalın arasıdır. 75 civə sütununa bərabərdir. Yəni belə götürək də biz bunu. Elə bil ki, iki dənə belə horizontaldır. M nöqtəsidir, F nöqtəsidir. Buradan bura olan təzyiq fərqi 75 civə sütununa bərabərdir. Mən bilirəm ki, hər 10 metrə bir civə sütunu dəyişilmə baş verirsə, 75 metrimiz neçə civə sütunudur o zaman? 75-i vururam 10-a, alıram 750 metr. Tapdım ki, M və F arasındakı məsafə 750 metrə bərabərdir. M və F arasında. Və burada avtomatik olaraq ağlıma gəlməli olan nədir? O gəlir ki, ağlıma mənim iki qonşu horizontal arasında qalan məsafə kəsmə yüksəklik demək. Demək bu horizontalımızın kəsmə yüksəkliyi nə qədər imiş? 750 metrə bərabər imiş. Aha, baxıram indi. Çayın nəyi tapmalıyıq biz? Meyillik tapmalıyıq. Meyillik nəyə bərabərdir? Düşmə bölünsün uzunluq. Mənim də əlimdə bir dənə uzunluq var. Demək nəyi tapmalıyam? Düşməni tapmalıyam ki, bölüm uzunluğa sonra meyilliyi tapım. İndi gəl görək düşməni hardan taparıq? Düşmə nədir? Düşmə bizim bildiyimiz nisbi hündürlük anlayışıdır da. Yəni yuxarı və aşağı arasındakı qalan fərqdir. Aha, yuxarı və aşağı arasında, yəni M və L arasında qalan fərq nə qədərdir? Buna baxıram. 1 boşluq, 2 boşluq, 3, 4 dənə boşluğumuz var. Demək 750-ni vuracam 4-ə. Bax demiş ki, bu ara 750-dir. Bu edir nə qədər? 3000 metr. Ha, tapdım ki 3000 metr budur. 2500 də uzunluğumuzdur. Böldük aldıq nə qədər? 1,2 kilometr. Deməli 1,2 bizim çayımızın meyilliyi olacaqdır. 1,2 bizim çayımızın meyilliliyidir. Bunu tapdıq artıq biz buradan. Cavablara baxırıq ki, Y variantında, bir də ki, A variantında bu var. Qalan cavabları çıxardırıq buradan. İkinci isə artıq bu aydın oldu bizə. İkinci isə biz tapırıq temperaturu. Gəl görək indi temperaturumuz nə qədər olacaqdır. Nə deyir bizə burada? Deyir ki, M məntəqəsində, məsələn, bax birinci hissəsi bura qədər həll etdik. İkinci bax, M məntəqəsində havanın temperaturu 10 dərəcədir, dağın ətəyində 10 dərəcədir. Olduğuna görə F məntəqəsində havanın, bax diqqətli ona, L-də havanın temperaturu soruşmur abi bizdən F məntəqəsində. Yəni bu M-də hava 10 dərəcədir, F-də nə qədərdir? Mən M-dən F-ə getmək üçün bir boşluq keçmişəm. Yəni ki, 750 metr yol getmişəm. Bilirəm ki, hər 1000 metrə havanın temperaturu 6 dərəcə azalırsa, bəs 750 metrə nə qədər olacaq? X-dir. Buradan X bərabərdir. 750 vurulsun 6 bölünsün 1000. Aldım 4,5 dərəcə. 4,5 dərəcə nə baş verdi? Bu iki məntəqə arasında temperaturun dəyişilməsi baş verdi. Yəni relyef formam dağdır. Dağın ətəyindən yuxarısına doğru, yəni M məntəqəsindən F-ə doğru qalxıram. Yuxarı doğru qalxdığım zaman nə olmalıdır? Havanın temperaturu azalmalıdır. Dağın ətəyində 10-dursa yuxarı qalxıram 4,5 azaldıram, alıram neçə? 5,5 dərəcə. Tapıram ki, cavabımız oldu Y variantı. 5,5 dərəcə F məntəqəsinin temperaturudur və çayımızın da orta meyilliyi isə 1,2-yə nədir? Bərabərdir. Aydın oldu.